Hər vaxtınız xeyir olsun, əziz və dəyərli abituriyentlər. Bugün mən sizə test bankında, test toplusunda və yaxud da testlərimizdə ən çox rastlaşdığımız məqamlar hansılardır? Məhz bu qaraciyərdə olan həzm prosesi, qaraciyərdəki damarların prosesləri arasındakı münasibət, həzmlə bağlı qısa konspektlər və eyni zamanda bir sözlə həzm sisteminin ən vacib məqamları. Ümumiyyətlə həzm sistemində hər bir şey vacib məqamdır, amma orada əsasən həzm prosesinin keçdiyi qan-damar sistemi haqqında məlumatları sizlərlə bölüşmək istəyirəm. Əvvəlcə gəlin biz sizlə belə bir qısa xülasə edək ki, biz deyirik ki, həzm sistemi ibarətdir həzm sistemi kanalından və həzm sistemi kanalının kənarında yerləşən vəzlərdən. Demək ki, həzm prosesi xaricdən qəbul etdiyimiz qidaların orqanizmimizə daxil olaraq müxtəlif növ proseslərdən keçdikdən sonra qana və limfaya sovrulması nəticəsində baş verir. Biz bilirik ki, maddələr iki cürdür. Üzvü maddələr, qeyri-üzvü maddələr. Qeyri-üzvü maddələr su və mineral duzlardır. Üzvü maddələr isə yağlar, zülallar, karbohidratlar və nuklein turşularıdır. Və hər bir saydığım bu üzvü maddələrin özlərini parçalayan fermentlər var. Biz bilirik ki, zülallar amin turşularına parçalanır, karbohidratlar, mürəkkəb karbohidratlar sadə karbohidratlara parçalanır. Daha sonra yağlar, yağ turşuları və qliserinə parçalanır. Nuklein turşuları isə nukleaza fermentinin təsirindən nukleotidlərə parçalanırlar. Gəlin biz sizlərə nazik bağırsağa baş verən prosesi sizlər üçün bir qısa xülasə etmiş olum. Biz bilirik ki, damarlar üç cürdür: kapilyarlar, arteriyalar və venalar. Bu üç damar içərisində mübadilə prosesləri getdiyi üçün bir qatlı yassı epiteldən təşkil olunmuş kapilyar damarlar da gedir. Demək, həm qazlar mübadiləsi, həm maddələr mübadiləsi məhz burada baş verir. Eyni zamanda mən bunu burada xüsusi qeydlər olaraq qeyd etmişəm. Məsləhətdir ki, siz də özünüz öz qeyd dəftərinizdə bunu göstərəsiniz. Gördüyünüz kimi burada yazmışam. Mübadilə prosesləri kapilyarlarda gedir. Arteriya və vena damarları üç qatlı olduğu üçün burada heç bir proses getmir. Demək, nazik bağırsaq deyirik ki, 3 hissədən ibarətdir. 12 barmaq bağırsaq, acı və qalça bağırsaq. 12 barmaq bağırsağı hansı axarlar açılır dedikdə, mədaltı vəz, qaraciyər və ödün axarları açılır. Və nazik bağırsağın 1 kvadrat santimetrində 2500 xov vardır və məhz sovrulma da bu xovlardan baş verir. Əsasən xovlardan qana keçən amin turşularıdır, glikozadır. Burada da qeyd etmişəm, nukleotidlərdir, mineral duzlardır, sudur və vitaminlərdir. Amma nazik bağırsaqlardan limfaya keçənləri isə gliserindir, təbii ki, və yağ turşuları, yəni yağların parçalanma məhsullarıdır və yağ mənşəlli A və D, K vitaminləri buna misaldır. Nazik bağırsaqların gəlin biz baş verən prosesə diqqət yetirək. Əvvəlcə xatırlayaq sizlərlə 3 cür həzm prosesi var. Hüceyrə daxili həzm, sonra boşluq həzm və membran həzmdən danışırıq. Boşluq həzm nədir? Adından da məlum olduğu kimi qida maddələri hüceyrənin xaricində həzm olunur. Yəni fermentlər hüceyrənin xaricinə ifraz edilir. Bu zaman böyük maddələr, loru dildə desək, xırdalanaraq hüceyrə daxilinə keçə bilən bir hala düşür. İlk dəfə olaraq boşluq həzm bağırsaq boşluqlarda müşahidə olunmuşdur. Membran həzmi isə artıq bağırsağın xovlarının divarlarından baş verən prosesdir. Yəni məhz bağırsaq divarlarında olan fermentlər bu qida maddələrini daha kiçik hissələrə parçalayır və bu zaman membran həzm baş vermiş olur. Bu da əsasən demək qurdularda öz əksini tapmışdır. Hüceyrə daxili həzm nədir bəs? Hüceyrə daxili həzm isə
həzm vakuum hesabına baş verir. Yəni biz sizlə sitologiya bölməsində lizosom adlanan orqanoidlərdən danışmışdıq ki, həmin bu orqanoidlər həzmi parçalanmasında, daha doğrusu qida hissəciklərinin parçalanmasında, misal həmçinin çömçə quyruğunun yox olmasında da ferment olaraq iştirak edir. Yəni hüceyrə daxilinə keçmiş qida molekulları lizosim fermenti hesabına artıq burada həzm olunur deyəcəyik. Bursa əsasən demək amöbdə biz buna rast gəlmişik. Xatırlayırsınızsa orada həzm vakuum olduğunu haqqında danışmışdıq. Demək ki burada nazik bağırsaqlarda baş verən proseslərdən danışsaq, əvvəlcə onu vurğulayaq ki, nazik bağırsaq zəif qələmi mühitdir. Və 12 barmaq bağırsaqda artıq proses başlayır. Necə başlayır? Gördüyümüz kimi bağırsaq kapillyarlarından bağırsaq venalarına keçid baş verir. Bağırsaq venası isə bu şəkildə gördüyünüz qaraciyər qapı venası vasitəsilə daxil olur qaraciyərə. Mən buna belə bir ifadə edərdim ki, qaraciyər qapı venası bir növ qaraciyərə bilinməyən bir məhsul gətirir. Qaraciyər bilmir ona hansı bir məhsul gələcək. Yəni onun içərisində müxtəlif növ qida maddələri var. Zərərli də var, faydalı da var. Ona görə də qaraciyərin qapı venası qaraciyərə giriş qapısı kimi biz qeyd eləyək. Bəli, qaraciyərin qapı venası ilə daxil olur hara? Düz vurguladınız. Qaraciyər kapillyarlarına. Niyə biz dedik ki kapillyarlarına? Çünki mübadilə prosesləri bir qatlı yassı eptel olduğu üçün qaraciyər kapillyarlarında gedir. Və qaraciyər kapillyarı isə artıq buradan öz mənbəsini qaraciyər venası ilə göstərir. Qaraciyər venası isə qaraciyərdə baş vermiş mübadilə proseslərindən, hansı ki 95%-ə qədər qida maddələri zərərsizləşdirdikdən sonra gördüyümüz bu aşağı boş venaya daxil olur. Çünki aşağı boş vena böyük qan dövranında işləyən damarlardır. Bəli, aşağı boş vena vasitəsinə, kanalına, venasına, damarına, sizin dilinizə isə yoluna qoşuldu və burada da sxemdə göstərdiyim kimi yuxarı qalxır. Hara? Ürəyin sağ hissəsinə, yəni sağ qulaqcığına. Sağ qulaqcıqdan da artıq taylı qapaqlar, 3 taylı qapaq açılır, tökülür sağ mədəciyə. Sağ mədəcikdən aypara qapaqlar açılaraq ağciyər kötüyü vasitəsilə çıxır. Yəni ki, orada hansı qan çıxır? Bəli, venoz qan. Çünki istisna idi, ağciyər arteriyası venoz qan daşıyırdı. Ağciyər arteriyasından çıxdı, gəlir hara? Düz vurguladınız, ağciyərlərə. Və ağciyərin kapillyarlarında gedən qazlar mübadiləsi onu arterial qana çevirir. Ağciyər venasına çevrilir. Yəni nəyə? Bəli, arterial qana çevrilir. Hansı ki 4 ağciyər venası gəlir hara töküləcək? Sol qulaqcığa. Sol qulaqcıqdan da 2 taylı qapaq açılır, hara tökülür? Sol mədəciyə. Sol mədəcikdən də aypara qapaq açılır, oradan hansı damar çıxır? Aorta damarı çıxır. Aorta damarından isə artıq arteriya damarlarına şaxələnir. O da öz növbəsində artıq kapillyarlara şaxələnərək bədəndə artıq qan damar sistemi baş vermiş olur. Bu bizim qeyd etdiyimiz, bax burada da qeyd etdiyim amin turşuları, glikoza, nukleotid, mineral duzlar, sular və suda həll olmuş B və C vitaminləridir ki, məhz bunlar birbaşa qana diffuziya edir. Amma limfaya diffuziya edənlərsə dedikdə isə artıq burada proses bir qədər fərqli baş verir. Çünki burada limfa sistemi işə düşür. Biz də bilirik ki, limfa sistemində nədən ibarətdir? Damarlardan və limfa düyünlərindən. Limfa damarları özləri iki cürdür. Limfa kapillyarları, limfa venası. Demək, limfa sisteminin qan damar sistemindən fərqi odur ki, burada arterial damarlar yoxdur. Limfa kapillyarları da burada daha çox kiçik hissəciklərin limfaya sovrulmasını, əsasən də yəni yağ maddələrinin, yağda həll olan vitaminlərin həll olmasını, sovrulmasını təmin edir. Bəs burada proses necə baş verir? Aha, limfa kapillyarların divarlarından xırdalanmış hissəciklər keçir limfa venasına. Onlar da öz növbəsində döş axarına birləşir
Döş axarından isə bölünür sol körpücük altı vena. Niyə sol körpücük altı vena? Çünki artıq burada böyük qan dövranına qoşulur. Sol körpücük altı vena isə yuxarı boş venadan artıq venoz qan daşıyır. Adından məlum olduğu kimi. Venoz qan, yəni çirkli qan daşınmaqla bərabər yuxarı boş venaya daxil olur. Yuxarı boş vena isə deməli gəlir sağ qulaqçığa. Niyə? Çünki sağ qulaqçıq aşağı və boş venaların töküldüyü ürəyin hissəsidir. Sağ qulaqçıq artıq burada kiçik qan dövranının böyük qan dövranının bitdiyini göstərir. Çünki böyük qan dövranı sol mədəcikdə başlayır, sağ qulaqçıqda bitir. Yəqin ki, aydın oldu. Əgər sizə aydın olmayan məqamlar varsa, videoya bir neçə dəfə geri dönüş eləyib baxa bilərsiniz. İndi isə gələn kiçik bir xülasə və lakonikləşdirilmiş hissəsini deyək. Dedik ki, karbohidratlar, mürəkkəb karbohidratlar parçalanır mühiti zəif qələvi mühit olan ağız boşluğunda. Biz də bilirik ki, ağız boşluğunda dil, diş və ağız suyu vəzləri yerləşir. Sonra isə onlar keçid verir nazik bağırsaqda, daha doğrusu karbohidratlar sonra harda parçalanır desə testdə, deyirsiniz ki, nazik bağırsaqda. Amma orada mühit zəif qələvi mühitdir. Və nazik bağırsağın xovlarından baş verir bu proses. Bəs yaxşı zulallar harda parçalanır? Bəli, mühiti turş olan mədədə parçalandı. Daha sonra harda baş verir desə, yenə də biz burada nazik bağırsağı götürürük. Çünki nazik bağırsaq demək olar ki, bütün növ üzvü maddələrin parçalanmasında bir nömrəlidir. Və yaxşı, yağların mənşəni biz bilirik ki, süd mənşəli yağ, heyvan mənşəli yağlar var və bitki mənşəli yağlar var. Bitki mənşəli yağlar hansılardır? Yəni bildiyimiz günəbaxandır, qarğıdaldır, zeytundur və s. yağlar. Süd mənşəli yağlarımız necədir bəs? Yəni heyvanlardan alınmış yağlardan söhbət gedir. Bu da mühiti turş olan mədədə və yenə də zəif qələvi mühit olan nazik bağırsaqda parçalanma getdi. Amma sırf bitki yağlarını götürdükdə isə biz bunu götürürük nazik bağırsaqda. Yəni süd məhsullarının və heyvani yağların parçalanmasını həm nazik bağırsaqda, həm mədədə götürürük. Amma bitki yağlarını isə biz yalnız nazik bağırsaqda götürmüş oluruq. Çünki biz deyirik ki, süd zulalları, məhz burada da özünü qeyd etmişəm, süd zulalları demək, mədədə ximozin fermentinin təsirindən bir növ çürüyür desək. Laxtalanı yəni çürüyür mənasını verir. Süd yağları isə nazik bağırsaqda və mədədə parçalanır dedik. Mədədə parçalandıqda lipaza fermentinin təsirindən nəyə parçalanır? Qliserinə və yağ turşularına parçalanır. Demək, bu bizim bağırsaqlarımızda baş verən proses və qan davar sisteminə qoşulduğu hissədir. Gəldiyi testdə əsasən verilən bu şəkil və bu şəkildə göstərilən məqamlar, hətta mən ora keçməmişdən öncə bax dediyim burada fermentlər hər birdə burada öz əksini tapıb. Ağızda dedik ki, zəif qələvidir, amilaza və lizosimdir, mürəkkəb karbohidratlar parçalanır. Demək, mədədə turş mühitdir, pepsin, ximozin və lipazadır. O da mürəkkəb zulalları sadə zulallara və süd yağlarını və süd zulallarını parçalayır. Nazik bağırsaqda isə amilaza, tripsin və lipaza, nukleaza fermentləri vardır ki, o isə demək qələvi mühitdir və burada isə karbohidratlar glikoza, amin turşuları, gliserin və yağ turşularına parçalanır. Burada mən çox üzr istəyirəm, bir səhvlik qeyd etmişəm. Nazik bağırsağı zəif qələvi yazmışam hər iki halda. Burada səhvimdə siz əgin ki, keçərlə bilərsiniz, mexaniki səhv olub, qələvi mühitdir. Çünki zəif qələvi ağız boşluğudur. Nazik bağırsaqsa, elə mən çox danışmaqdansa, burada məhz bu hissənin üzərindən belə xətt çəkim. Bir dəqiqə, baxın. Yalnız qələvi mühit deyəcəyik. Yəqin ki, bu mexaniki səhvimi üzürlü biləmiş olarsınız. Daha sonra burada nəyə baxırıq sonra? Qaraciyərin prosesinə. Qaraciyərə keçməmişdən öncə mən onun funksiyaları haqqında danışmaq istəyirəm. Uşaqlar, qaraciyər funksiyasının hansıları var? Burada ilk olaraq deyirik ki, öd əmələ gətirir.
Sonra glikoza glikogenə çevrilir. Necə baş verir bu proses? Biz heyvan mənşəli qidalar qəbul edirik və onun tərkibindəki glikogen bizim bədənimizdə olan mədaltı vəzin fermenti olan hormonu olan glikagon hormonunun təsirindən glikozaya çevrilir. Glikoza da artıq bizim qaraciyərimizdə toplanmasın deyə, narahatçılıq və ağır xəstəliklərə gətirib çıxartmasın deyə, şəkər xəstəliyinin başlanğıcı tam olaraq baş verməsin deyə glikogenə çevrilmə prosesi başlayır. Bəs hansı vitaminlər sintez olunur? A vitamini sintez olunur. Sual verə bilər. Sintez olunur A vitamini və eyni zamanda karotin maddəsi də burada sintez olunur. Amma ehtiyat halını saxlanın dedikdə isə A, D və K vitaminləri fikir verirsiniz ki, bunlar yağ mənşəlidir. Və fibronogen hazırlayır. Fibronogeni biz harda keçmişdik? Qan damar sistemində qanın plazma və rol elementləri örgənən zaman demişdik ki, fibronogen maddəsi var ki, fibrin tellər yaradır və trombositlərin laxtalanması zamanı parçalanmış, zədələnmiş hissədə bir tor şəbəkəsi əmələ gətirir ki, hansı ki onu qaraciyər əmələ gətirir. Daha sonra artıq enerjini qana verməklə temperaturu, yağ mübadiləsini tənzimləyir və sidit turşusunu yox, sidit cövhərinə, amoniaka çevrilmiş olur. Və yetkin qırmızı qan hüceyrələrini burada parçalayır və həmçinin dalaqda və qaraciyərdə qan da depo halında saxlanılmış olur. Həzm sisteminin funksiyalarına gəldikdə isə bayaq da qeyd etdiyim kimi yenə deyirəm, burada funksiyalar önəmlidir. Çünki bunları test üzərində qeyd edəndə variantları verərək bizdən soruşa bilər ki, sekretor funksiya nə deməkdir? Siz deyəcəksiniz ki, həzm şirəsinin qidaya təsir. Çünki burada şirə sekret funksiyasını daşıyır. Bəs sorucu funksiya nədir deyən kimi həmin dəqiqə biz qeyd edirik ki, bunun həzm kanalımızın, yəni ağız boşluğudur, qida borusudur, daha sonra mədədir, bağırsaqlardır. Bunlar üzərini, divarlarını örtən selektiv qirşanın etdiyi bir funksiyadır. Və sorulma da iki cür baş verir. Fiziki sorulma və kimyəvi sorulma. Fiziki sorulma nə deməkdir? Yəni onun artıq burada həm süzmə prosesi baş verir, həm də diffuziya baş verir. Yəni xırda böyük hissəciklərin xırda hissəciklərə parçalanması süzmədə, diffuziya isə onların bir yerdən başqa bir yerə cərəyan etməsidir. Və mürəkkəb çevrilmə prosesi isə məlum məsələdə hər birimiz bilirik ki, kimyəvi prosesdə burada fermentlər öz təsirini göstərir. Hərəki funksiyası isə artıq nədir? Daxili orqanların divarlarının orta qatını örtən saya əzələ qatının hərəkət etməsi, yəni peristaltikasıdır. Belə bir sual olsa ki, peristaltika harda baş verir? Peristaltika baş verir qida borusunda, çiğ qidanı ötürmə funksiyasını yerinə yetirsin. Mədədə ki, bayaq qeyd etdiyimiz kimi tuş mühitdə hansı növ maddələr parçalanmalıydı? Geri dönüş eləyirik. Bəli, zulallar, süd mənşəli, süd məhsulları, süd zulalları və heyvani yağlar burada parçalanır və daha sonra isə bağırsaqlarda da həmçinin dediyimiz bu proseslər öz əksini tapmış olur. Yoğun bağırsağımızda yeganə olaraq su və vitaminlər sovrulmadan birbaşa qana keçən maddələrdir. İndi isə bu funksiyaları dedikdən sonra qaraciyərin arteriyasında danışaq və deyək ki, şəkli verib bizə. Bu şəkildə nəyə diqqət yetirəcəyimiz məqamlar var. Birinci damar nə olur? Oksigenlə zəngin olan qarın aortasına, yəni böyük qan dövranında qarın aortasından başlanğıc götürən qaraciyər arteriyasıdır. Sual verə bilər ki, qaraciyərin damarları içərisində aşağıda verilən misal sxemdə ən çox oksigenlə zəngin olan hissə hansıdır? Biz götürəcəyik ki, qaraciyər arteriyası. Çünki hardan başlanğıc götürür? Qarın aortasından. Bəs hansı karbon qazından zəngindir? Avtomatik olaraq biz biləcəyik ki, qaraciyər burada filtr rolunu oynadığı üçün burada təmizlənmə prosesi gedir və oradan çıxan qaraciyər venası venoz qan daşıyır. Yəni karbon qazından zəngindir və o da öz növbəsində hansı da yola qoşulacaq, hansı damara qoşulacaq? Aşağı boş venaya. Və qaraciyərin qapı venası nə kimi rol oynayır? Qaraciyərin qapı venası isə qaraciyərə gələcək təmizlənməyə məruz qalacaq qida maddələrini gətirən bir damardır. Bir növ qaraciyərin giriş qapısıdır. Bu da hardan gəlir? Nazik bağırsaqdan sovrulub gəlir. Nazik bağırsağın hansı hissəsindən?
bağırsaq venasından. Çünki bağırsaq venası ona görə deyirik ki, nazik bağırsaqda qəbul etdiyimiz qidalar bilmirik necə, nə ilə zəngindir. Vena damarına bağırsaq venasına qoşularaq gəlir qaraciyərə daxil olur. Və qaraciyər kapilyarlarında baş vermiş proseslərdən sonra, təmizlənmədikdən sonra qaraciyər venası ilə aşağı boş venaya qoşularaq böyük qan dövranının bitəcəyi yer sağ qulaqçığı, oradan da yenidən artıq sağ mədəciyə və beləliklə digər kiçik qan dövranının başlanması baş verir. Demək ki, insan tox olan zaman nə baş verir? Gəlin diqqət yetirək. Mən toxam. Heç bir acılıq hiss etmirəm. Yemək yemişəm. Bu zaman hansı damarlarda qlikozanın miqdarı çox olacaq sizcə? Məlum məsələdir. Qarın aortasından başlanğıc götürmüş qaraciyər arteriyasında. Bəs hansında qlikozanın miqdarı eyni olacaq? Qaraciyər venası ilə demək qaraciyər arteriyasında. Demək qaraciyərin qapı venası nə edir? Nazik bağırsaqdan gələn bütün qidalar onun tərkibindən. Yemişəm artıq. Nə baş verəcəksə, nə edəcəksə xəbərim yoxdur. Belə desək. Qaraciyərin qapı venası orada demək nə ilə zəngindir? Glikoza ilə zəngindir. Ki getməlidir qaraciyər artıq oradan glikogenə çevrilsin ki, ehtiyat halında toplansın. Deməli, insan tox olan zaman ən çox glikoza oldu qaraciyərin qapı venasında. O böyükdür vena ilə arteriya arasındakı glikozadan. Bəs acam. Ac olan zaman nə baş verəcək? Artıq mənim bədənimdə sovrulma gedəndən sonra, diffuziya gedəndən sonra, təmizlənmə gedəndən sonra üçüncü damarda, yəni qaraciyər venasında glikoza miqdarı çoxdur. O da öz növbəsində qaraciyər arteriyasından çoxdur. Acam deyə heç bir qida qəbul etməmişəm deyə qaraciyərin qapı venasında isə artıq heç bir glikozadan söhbət gedə bilməz. Bəs zəhərli maddələrin miqdarı dedikdə isə sizcə hansında olacaq? Yenə deyirəm, qəbul etdiyim qidaların tərkibində nə var, nə yox bilmirəm. Ona görə də qaraciyərin qapı venasında zəhərli maddənin miqdarı çoxdur. Amma qaraciyər arteriyasının qaraciyər venasını müqayisə etsək, qaraciyər arteriyası qarın aortasından başlanğıc götürdüyü üçün burada zəhərli maddələrin miqdarı ilə qaraciyərdən çıxacaq damarda da miqdar bərabərdir. Çünki niyə? Qaraciyər arteriyası oksigenlə zəngindir. Ancaq hansı növ qidalı maddə, hansı növ zəhərli maddələr var bilinmir. Çünki qaraciyərin 95% funksiyasının içərisində bu öz əksini tapıb ki, təmizlənir, filtr rolunu oynayır. Bəs yağın miqdarı desəm, nəyi götürürük? Hansında yağın miqdarı çoxdur? Qaraciyər arteriyasında yağın miqdarı çox olacaq. Və o da böyükdür. Qaraciyər venası ilə demək həzm sistemi kanalından gəlmiş, nazik bağırsaqdan gələn qaraciyər bağırsaq venasına daxil olmuş qaraciyər qapı venasında isə yağın miqdarı çoxdur. Və bir istisna var ki, qan damar sistemində qaraciyərdə mübadilə prosesləri vena, kapilyar və vena istiqamətindədir. Qeyd edək biz bunu. Vena, kapilyar, vena istiqamətindədir. Ancaq istisna yenə digər də bövrəklərdir ki, arteriya, kapilyar, arteriya istiqamətində baş verir. Belə, bir qədər qarışıq olsa da, bir qədər mürəkkəb olsa da, bizim yediyimiz qəda qalıqları, qida maddələri və s. kimi yaşamağımız üçün lazım olan məhsullarımızın bədənimizdə hansı mərhələli proseslərdən keçdiyini öyrənmiş olduq. Məsləhətdir ki, özümüzün həkimimiz olaq, istənilən növ qida maddələri haqqında məlumatımız olsun. Qaraciyər arteriyasını soruşsaz ki, müəllimə bu necə baş verdi? Baxın, burada şəkildə də göründüyü kimi mədədə, dalaqdan, mədaltı vəz, nazik bağırsaq, yoğun bağırsaq hər biri fikir versək ki, göyrəklə göstərim. Yəni ki, qida ilə zəngindir, bilmir ki, bunun tərkibində nə var, nə yox. Qaraciyərin qapı venasından daxil olur qaraciyərin kapilyarlarına. Proses bitdikdən sonra qaraciyər venası ilə aşağı boş venaya qoşulur, çıxır, gedir.
Qarın aortası isə məlum məsələdir ki, arterial qanla zəngindir və bizim orqanlarımıza, daxili orqanlarımıza təmiz qan lazımdır ki, orada oksigen olsun ki, onların yaşaması üçün mübadilə prosesləri baş versin. Ona görə də baxın, bu şəkilə də diqqət yetirməyimiz. Ümumiyyətlə, biologiyada hər bir cümlə, hər bir şəkil bizim üçün bir açar, bir test izahıdır. Bu qədər. İnşallah ki, növbəti maraqlı mövzuları sizlər üçün paylaşım edəcəm. Sağ olun.